Salam cənablar, investorlar və treyderlər. Sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayaq. İstəsəniz dayana bilərsiniz. Sizi şirkətin hər bir parametrini daha diqqətlə nəzərdən keçirməyə dəvət edirik. İndi isə şirkətin əsas göstəricilərinə baxaq. Nikkei Inc. Ticker NKA. Bu baxış o vaxtki məlumatlara əsaslanır. 4 aprel 2025-ci il. Təsnifata görə Guru Markets şirkət Nikkei Inc. alt kateqoriyaya aiddir. Clotes müqayisədə 86 şirkət iştirak edir və bu çox təmsil edicidir. Bu videonun sonunda yekun həlləri görəcəyik. Tədqiq olunan şirkət üçün ümumi nəticə aşağıdakı kimidir: 10 baldan 0 bal. Alt kateqoriya üzrə orta nəticə 0,4 baldır. Çox geniş baxsanız, bütövlükdə birja daxilində. Bütövlükdə bazar üzrə orta reytinqin 1,9 bal olduğunu görə bilərsiniz. 3,0 bal reytinqinə qarşı Nikkei Inc. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Nikkei Inc. və alt kateqoriyalı şirkətlər. 12 aydan çox stok olduğunu görə bilərik. Nikkei Inc. mənfi 38,9% dinamika göstərib. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı mənfi 5,4%. Bu açıq-aydın heç nəyi göstərmir, lakin bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması Nikkei Inc. 82,19 milyard dollardır. 481 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Nikkei Inc. 17,86% paya malikdir və alt kateqoriyada yer alan iri şirkətlərdən biridir. Şirkətin balans kapitalı 13,9 milyard dollardır. 101 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Nikkei Inc. 13,735% pay təşkil edir. Bazarın işğal olunmuş səhmlərini və balans dəyərini müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş Nikkei Inc. Alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə isə 17,86% təşkil edir. Balansın kapitallaşması 13,735% təşkil edir. Birja kapitallaşmasının payından 20% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi PIS mənfi 1 bal. Tədqiq olunan təşkilatın maliyyə öhdəlikləri 11,813 milyard dollar təşkil edir. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 85%-ni təşkil edir. Şirkətin maliyyə öhdəliklərinin qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin səhm qiymətinin mənfəətə nisbəti 18,2-dir. 21,4 alt kateqoriya üzrə orta göstərici ilə bu alt kateqoriyadan 15% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar qiymətinin onun mənfəətinə qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda mənfəət 4,507 milyon dollar olub. Gələcək 12 ay üçün proqnozlaşdırılan mənfəətin ilkin olaraq 3,60 milyon dollar olacağı gözlənilir. Bu, indiki vaxtdan 32,1% azdır. Proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi dözümlü mənfi 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 1,7-dir. Alt kateqoriya üzrə orta göstərici 1,2-dir və alt kateqoriya üzrə orta göstəricidən 42% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bazar qiymətinin gəlir göstəricisinə qiymətləndirilməsi dözümlü mənfi 0,5 bal. Son 12 ayda gəlir 47,870 milyon dollar olub.
Növbəti 12 ay üçün gələcək gəlirin ilkin olaraq 32,5 milyon dollar olacağı gözlənilir. Bu, indikindən 32% azdır. Proqnozlaşdırılan gələcək satış göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi dözümlü -0,5 bal. Satış marjası 9,4%, alt kateqoriyada isə orta hesabla 5,8% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 3,6% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 4,615% təşkil edir. Bu, bazar kapitallaşma payından 270% azdır. Və bu fakt təşkilatın bazar qiymətində balanssızlığı göstərir ki, daha çox yenidən qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün bazar kapitalının məbləği 1035.000 dollara bərabərdir. Alt kateqoriya üçün isə 280.000 dollardır. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 269,6% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının həcminin qiymətləndirilməsi dözümlü 0 bal. Fərdi işçiyə düşən mənfəət 56,8 dollardır. Alt kateqoriyada orta qiymət 13,1 dollardır. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 334% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçisinə düşən gəlir 603.000 dollardır. Alt kateqoriyaya görə 226.000 dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 167%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkət işçisinə düşən gəlir payının qiymətləndirilməsi yaxşı 0,5 bal. Qısa müddətli səhmlər %3,2, alt kateqoriya üzrə ortalama %4,7 ilə müqayisədə. Bu mümkün qısa sıxılmanın göstəricisidir. Göstərici ROAS 14 şirkət üçün %19 səviyyəsini göstərir ki, Halbuki alt kateqoriya üçün bu səviyyə təxminən 40%dir. Texniki olaraq alt kateqoriyadakı qiymətli kağızlar daha yüksək qiymətləndirilir ki, Şirkətin cari səhm qiyməti təxminən 55,59 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən 79,31 dollardır. Cari təxmin və konsensus proqnozunun dinamikası təxminən 43%dir. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə açıq şəkildə qəbul edilmiş tamamilə bütün qərarları ehtiva edir. Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin təhlili nəticəsində məlumat və arayış qiymətləndirmə sistemi Markets qərar qəbul edilib. Video baxış olduğu üçün sifariş açmayın. Bu videoya baxdığınız və məlumat sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Markets.